Salam, hər vaxtınız xeyir. Bu gün mən sizə Ənvər Məmmədxanlının Qızıl Qönçələr əsərinin izahını verəcəm. Əsərə keçməmişdən əvvəl onu deyim ki, buradakı yəni bu əsər epik növdə yazılıbdır və janr olaraq isə hekayə janrında qələmə alınıb. Mövzu isə Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın ağır həyatı idi və biz bunu Məmməd Hüseyn Şəhriyarda da görə bilərdik ki, orada da Cənub mövzusuna toxunulmuşdu. Azad hekayəsində də Cənub mövzusuna toxunulmuşdu. Yəni bunlar hər üç əsər üçün oxşar xüsusiyyət ola bilər. Həmçinin Təbrizim şeirində də Cənubi Azərbaycan mövzusunda yazılmışdı. Və burada biz əsərin ideyası kimi götürə bilərik ki, kasıb insanların da normal yaşamaq haqqının olması. Yəni biz burada obrazları görəcəyik. Əsərin baş qəhrəmanı da məhz həmin obrazlardır ki, bunlar çox ağır şəraitdə yaşayırdılar. Və əsərdə qaldırılan başlıca problem isə aclıq və səfalətin hökm sürdüyü cəmiyyətdə insan həyatına dəyər verilməməsi idi. Yəni burada bir növ insan həyatı dəyərsiz görəcəyikən, indi biz əsərə keçək. Əsərin hər bir hissəsini imtahana düşə bilən xırda nüansları sizin nəzərinizə çatdırım. Qoca Firuz gün batanda evə qayıdır. Firuz burada qoca baba idi və o nəvəsi ilə yaşayırdı. Gün olur ki, bazarda işi çox olur və biz burada öyrəndik ki, o bazarda işləyir. Baş aşağı bütün günü işləyir, yük daşıyır. Bəzi günlər o böyük anbarlar yanında işsiz dayanır. Onu yük daşımağa çağıracaq bir səs gözləyir. Belə günlərdə o ağzına qədər dolu anbarların yanında boş, bikar oturub qalır. Kürəyini divara söykəyib mürgülüyür. Axır zamanlar o hər axşam gün batan kimi bazardan çıxıb hara isə tələsir. Şəhər kənarındakı xalça karxanalarının birinin qabağına çatarkən ayaq saxlayır, çoxdan qurumuş bir çınar ağacına söykənib dayanır. Gözləri karxana darvazasına baxıb yol çəkir. Qoca fikrə gedir. Bu zaman o dincəlirdimi? Yox, indi daha ağır bir yük gözləyir. Biz buna bəydi sual demirik, cavabı var. Biz birinci abzasdan öyrəndik ki, qoca Firuz çox zəhmətkeş bir kişidir. Həmçinin o karxanaya gəlirdi. Bunun gəlmə səbəbi isə orada nəvəsi işləyirdi. Birdən səs-küy onu xəyal aləmindən ayırdı. Xalça karxanasının darvazasından çıxan dəstə-dəstə irili, xırdalı uşaqlar içərisində onun gözləri kimisə axtarır. Budur, axır iki qız qolları üstündə 7-8 yaşlarında arıq, solğun bir qız qapı ağzında çıxarır. Deməli, biz burada görürük ki, İki dənə qız 7-8 yaşlarında arıq və solğun bir qızı qapı ağzına çıxarır. Kiminsə köməkliyi ilə çıxır. Deməli, bu 7-8 yaşındakı qız ayaqlarından yeriyə bilmirdi. Problemi var idi. Bu qoca hambalın nəvəsi isə Sürəyyadır. O hələ ayaq açıb yeriməyə başlamamış, rütubətli, qaranlıq bir zirzəmidə şikəst olmuş. Ayaqları hərəkətdən düşmüşdü. Deməli, Sürəyyanın şikəst olma səbəbi rütubət bir zirzəmidə yaşaması idi. Qocanın isə şikəst qızdan başqa dünyada heç kəsi yoxdur. Oğlu qazanc dalınca uzaqlara gedib və həmin gündən sanki daş olub. Salam, necəsiz? Sağ ol. Daş olub quyuya düşdü. Ondan heç bir xəbər gəlmədi. Gəlini isə iki balası Sürəyyanı hələ süddən ayırmamış öldü. Deməli, biz burada görürük ki, gəlini Sürəyyanı hələ süddən ayırmamış ölür. Oğlu isə uzaqlara gedir, amma geri qayıtmır. Qoca yaxınlaşıb ehtiyatla nəvəsinin kürəyini alır, baş aşağı dinməz söyləməz yoluna düzəlir. Baba, deyəsən bugün çox yorulmusan. Yox, qızım, bugün bir iş görməmişəm. Qızcığaz o saat anlayır ki, babasının cibində bugün də pul yoxdur. Səncəkçi dükanı qarşısında keçərkən qız səslənir. Baba, dayan, səncək alaq. Qoca dayanır. Səncəkçi şagirdi bir neçə səncək büküb qocaya verir. Sürəyya isə çit çadrasının ucuna düyünlədiyi bugünkü muzdunu, muz nədir? Günlük fəhlə puludur da. 2 qranı çıxarıb şagirdə verir. Bu da yəqin keçmiş Gülfaidinin adıdır. Qoca Firuz tər basır. Demək, o bugün də balaca nəvəsinin muzdu ilə qazanılmış bir parça çörəyinə möhtacdır. Axşam yarıqaranlıq, rütubətli zirzəmidə onlar baba və nəvə həsir üstündə salınmış, rəngi solğun süfrə başında oturardılar. Süfrə üzərində axşam yeməyi bir neçə səncək,
və bir parça pendirdən ibarət olardı. Lakin əvəzində bu kasıb süfrə başında, bu qaranlıq zirzəmidə babası balaca Sürəyəyə hər gecə nə qədər gözəl nağıllar söylərdi. Qızcığaz nəfəsini udaraq babasını dinlərdi. Səhərlər isə o, babasının səsinə oyanardı. Qoca nəvəsini şirin yuxudan ayıldar, kürəyini alıb çarxanaya gətirər, sonra özü iş üçün bazara yönələrdi. Bir ildən artıq idi ki, qız xalça çarxanasında işləyirdi. Deməli, xalça çarxanasında işləməsi bir il idi. Hər səhər gün çıxanda çarxana irili, xırdalı yüzlərlə oğlan və qız uşağı ilə dolurdu. Deməli, çarxananın əksəriyyətini uşaqların əməyi təşkil edirdi. Bir-iki ustadan və çarxananın qoca nəqqaşından başqa 2 cərgə düzülmüş 50-yə qədər böyük dəzgah qarşısında hər tərəfdə işləyən yalnız kiçik yaşlı uşaqlar idi. Onlar 2-2, 3-3 daha çox dəstələrlə bu dəzgahlar qarşısında əyləşib axşama qədər xalça toxuyurdular. Səhərlər səssiz, səmirsiz işləyən uşaqlar saatlar keçdikcə yorğunluqlarını unutmaq, yorucu əməklərini yüngülləşdirmək üçün alçaq səslə bir mahnı oxumağa başladılar. Sürəyyə isə oxumazdı. Deməli, uşaqlar mahnı oxuyurdular, amma Sürəyyə oxumazdı. Onun oxumağa nə səsi, nə də mahnısı vardı. O yalnız işıqlı qonur gözlərini çaldığı ilmələrdən ayırmayaraq bütün diqqətini və səyini öz sənətinə canlandırmağa çalışırdı. Onun toxuduğu qönçələr bütün çarxanada məşhur idi. Buna görə də çarxananın qoca nəqqaşı hazırladığı cürbəcür nəqşlər içərisində qızıl qönçələr olan nəqşləri həmişə balaca Sürəyyə üçün nəzərdə tutardı. Deməli, qoca nəqqaş cürbəcür nəqşlər içərisində qızıl qönçələr olan nəqşləri həmişə balaca Sürəyyə üçün nəzərdə tuturdu və onun ümumiyyətlə qızıl qönçələri məşhur idi. İkinci hissəyə keçirik yoldaşlar. Bu il solğun, qüssəli payızdan sonra şiddətli küləklərlə soyuq bir qış gəldi. Deməli, dərsimizə davam edirik. Biraz səs oldu deyə videonu dayandırdım. Bu il solğun, qüssəli payızdan sonra şiddətli küləklərlə soyuq bir qış gəldi. Deməli, artıq payız fəslindən sonra qış fəslinin canlandırılması var. Qoca Firuzun rütubətli zirzəmisində isə hələ də buxarı yanırdı. Odun yoxdur, qırıq bir lampaya neft güclə çatırdı. Qoca Sürəyyanın gecələr titrədiyini görür, səhərə qədər gözünə yuxu getmirdi. Bu gün o, Sürəyyanı çarxana açılmamış qaranlıq ikən gətirib qapı ağzına qoymuş, özü də bazara getmişdi. Bu səhər böyük anbarlardan birinə yük daşınacaqdı. Qoca bu fürsəti əldən qaçırmayıb, hamıdan tez işə başlamaq istəyirdi. Nə cür olursa olsun, bugün heç olmasa bir şələ odunun pulunu qazanmalı idi. Səhər tezdən yük daşımağa başladı. Qoca Firuz bugün hamını heyrətə salan, yaşına yaraşmayan bir zirəklik və səylə çalışırdı. Təbii ki də bu zirəkliyi axırda onun başına bəla gətirəcək. Günortaya yaxın o 50 tay daşımışdı. Budur, yenə də növbəti taylardan birini çiyninə alıb anbarın yarıqaranlıq və dik pillələri ilə aşağı enməyə başladı. 2-3 pillə düşmüşdü ki, birdən onun gözləri qaranlıq gətirdi. Sanki ayağı altındakı kərpiclər yerindən oynadı. O əlini haraysa atmaq istədi. Lakin bu zaman ona elə gəldi ki, kiminsə yuxarıdan daha ağır bir yük tayını onun üzərinə qoyur. O cəld döşündəki kəndiri boşaldıb yükü yerə atmaq istədi. Lakin macal tapmadı, dizləri titrədi, ayaqları büküldü. Daş kimi anbarın boşluğuna yuvarlandı. Dik pillələr onu saxlamayaraq bir-birinin dalınca aşağı doğru itələdi. Nəhayət o, anbarın kərpic döşəməsi üzərinə sərildi. Qışqırmağa, haraya çağırmağa da macal tapmadı. Aşağıda anbarda işləyən hamballardan ikisi ona tərəf yüyürdü. Yükü qaldırıb qocanı çıxartdı. Lakin iş işdən keçmişdi. Axşam uşaqlar çarxanadan çıxarkən qar yağırdı. Onların çox ayaqyalın idi. Yeri ağartmaqda olan qar üstündə təzə izlər buraxaraq tələsə-tələsə evlərinə gedirdi. Baxın, onların çox ayaqyalın, bu qışda ayaqyalın artıq onların nə qədər kasıb yaşadığını göstərirdi. Balaca Sürəyyanın yoldaşları yenə qolları üstündə küçüyə çıxartdılar. Lakin bu dəfə darvaza qarşısında qoca Firuz onları qarşılamadı. Firuz artıq burada ölmüşdü.
Sürəyyə heyrətlə küçənin başına baxdı. Birinci dəfə idi ki, çarxanadan çıxarkən babası onu gözləmirdi. Sürəyyanın yoldaşları ətrafa boylandılar. Firuz baba niyə yoxdur? Sürəyyanın yoldaşları ətrafa boylandılar. Firuz baba niyə yoxdur? Onlar bir-birinin üzünə baxdılar. Gələr, biraz gözləyək. Gözlədilər. Deməli, yoldaşları gözləyirlər ki, babasına təhvil versinlər. Sürəyyə isə getdikcə artmaqda olan bir nigarançılıqla qaranlıqlaşan küçəyə və başı yağan qara baxırdı. Yoldaşlarından biri dedi: Sürəyyə, bəlkə köməkləşib səni bir təhər evə aparaq. Firuz baba görəsən nə işə çıxdı ki, gəlmədi? Deməli, yoldaşları tədbir görürlər ki, səni evə aparaq. Sürəyyə qəti hərəkətlə başını buladı, yəni istəmədi. Yox, babam harda olsa bu saat gələcək. Siz gedin, sonra qorxarsınız. Sürəyyə özü onlara deyir ki, gedin. Yoldaşlar qaranlıq düşdüyünü görərək doğrudan da qorxurdular. Biraz gözlədikdən sonra onlar getdilər. Sürəyyə qarlı qış axşamında küçədə tək başına gözləməyə başladı. Qar getdikcə şiddətlə yağırdı. İndi soyuq qızın bədəninə işləyir, o titrəyirdi. Hələlik özünü saxlayırdı, lakin gecə keçdiyini görərkən babasının qarşı bir küskünlük var idi. Deməli, babasına qarşı bir inciklik, küskünlük duymağa başladı və kövrəldi. Səssiz səmirdi, səssiz ağladı. Nə qədər vaxt keçdi, amma Firuz baba yenə də gəlmədi. İndi Sürəyyəyi çağırmağa başlamışdı. O əvvəlcə babasını çağırdı, səs verən olmadı. Sonra o sadəcə bir nəfəri, bir insanı köməyə çağırırdı. Birinci o babasını çağırdı, səs verən olmadı. Onun səsini eşidən olmadı. Artıq dodaqları söz tutmur. Nəhayət bu qarlı gecəni küçədə tək qalacağını anladı. Bağlı çarxana darvazasına tərəf sürməyə başladı. Bəlkə orada darvazanın tağı altında qar tutmayan bir bucaq tapmaq mümkün olaydı. Deməli, o səssiz-səssiz ağlamağa başlamasına baxın, burada yer verilibdir. Babasından küskünlüyü hiss edirdi. 5-ci hissəyə keçməmişdən əvvəl bunu demək istəyirəm ki, yoldaşlar, indi mən sizə burada natiqlik göstərmirəm. Hər hansısa ola bilər sözü ya səhv oxuyum, bu normal bir şeydir və mənim gözüm əməliyyatdır və gözümdə hətta əməliyyatdan sonra da zəifləmə var. Və hər bir sözü çalışdığım qədər düzgün tələffüz edirəm ki, sizin nəzərinizə çatsın. Yəni, mən bu izahı çox şagirdlər üçün linki açıq qoyub təmənnasız qoyuram, amma bəziləri bunu anlamırlar. Bu da onların çox sağlıdır. Biri deyir, filan sözü səhv dedi, filan şeyi nə dedi? Yəni, bunu deyənlərin ümumiyyətlə dərsimə bir çox da müəllimlər baxır. Mən belə düşünürəm ki, bunlar həyatda heç bir zaman uğur qazana bilməyəcəklər. Yəni, siz əsas burada əsərin ideyasıdır, məqsədidir, nədən danışılır, imtahanda bizə nələr düşə bilər, onlara diqqət eləsəz, daha çox uğur qazanarsınız. Yəni, bu cür şeylərin başını buraxında, yəni, bir növ mən bunu həm şagirdlər eləsə də paxıllıq kimi qiymətləndirirəm, müəllimlər eləsələr də zaten də bu onsuz da paxıllıq olur. Yəni, çox xahiş edirəm ki, mövzuya diqqət yetirin. Ay, filan söz səhv dedi, ay, balam, mən də bilirəm, filan şey ola bilər ki, normaldır, texniki səhv ola bilər, hər hansısa bir hekayənin janrında texniki ola bilər ki, məsələn, bu janrı mən səhv dedim. Bunu mən özüm yaxşı bilirəm. Bugünkü gün mənim kifayət qədər ətrafım var, uşaqlarım var, işim var, gücüm var. Yəni, bu o demək deyil ki, sən geridə qalmış, savadsız bir müəllimsən. Yəni, mənim izahıma bu qədər uşaq baxır, faydalanır. Hardansa bir adam pırtlayır, çıxır, filan şeyi səhv dedin. Xahiş edirəm, bu söhbətlər yığışdırılsın. Səhər günəşin ilk şüaları qar üzərində parıldaşanda balaca Sürəyyə hələ yarıhuşsuz bir halda darvaza ilə divar arasında bucağa qısılıb yatmışdı. Biz bunu Bahar hekayəsində də görürdük ki, Bahar da bu cür ölmüşdü. İndi onun çit çadırası başından sürüşüb çiyinlərinə düşmüş, günəş şüaları solğun üzünə əks etmişdi. Bəlkə üzərinə düşən günəş şüalarının təsiri altındaydı ki, bu saat qəribə, gözəl bir yuxu görürdü. Yuxusunda geniş, üfüqdə böyük qızıl bir günəş doğurdu. İndi onun özünün yaşadığı rütubətli qaranlıq zirzəmi bu günəşin işıqları ilə dolmuş döşəmə və divarlar onun toxuduğu qızıl qönçəli xalılarla döşənmiş və bəzənmişdi. Deməli, indi onun özünün yaşadığı rütubətli qaranlıq zirzəmi günəşin işıqları ilə dolmuş, döşəmə divarları isə qızıl qönçəli xalılarla bəzənmişdi. Bunu xəyal edirdi. Günəşin şüaları vurduqca onun toxuduğu xalçalar üzərindəki qönçələr bir-bir açılır, onlar hər biri bir qızıl gülə dönürdü. Buna görə də Sürəyyə sonsuz bir sevinclə od kimi yanan qönçələrin üzərində
yüyür və onları qoparmağa ürəyi gəlmir. Bir-birini oxşamaq istəyirdi. Lakin birdən kiminsə qolundan tutub bu aləmdən kənara çəkməyə başladı. Onun yuxusu dağıldı. O gözlərini açdı. Onun qolundan tutub qaldıran çarxananın qoca nəqqaşı idi. Səhər işə gələn uşaqlar isə darvaza ağzında onun başına toplaşmışdılar. Qoca nəqqaş onun qucağını alıb bir içəri apardı. Öz otağını taxt üstünə uzatdı. Qızın gözləri yumulu, yarım saat sonra yarıhuşsuz bir halda sayıqlamağa başladı. Harada qalmışam baba? Bir bax gör, neçə gün çıxıbdır. Bunların hamısı mənim toxuduğum xalçalardır. Deməli, burada babasına müraciət eləyir ki, baba, sən harada qalmışdın, niyə gec gəlmirsən? Bax, gün çıxıbdır, bunlar da mənim toxuduğum xalçalardır, qönçələr də mənimdir. İndi gün vurduqca hamısı bir-bir açılmağa başlamışdı. Bəs sən harada idin? Deməli, qönçələrin açılmasına səbəb günəşin vurması idi. Yəni, o bunu xəyalında belə canlandırırdı. Qoca cəld uşaqlardan birini həkim dalınca göndərdi. Bir saat sonra küçədə fayton atlarının ayaq səsləri eşidildi. Qoca nəqqaş qapı ağzında həkimi qarşıladı, bərabər içəri girdi. Deməli, həkim gəlir. Sürəyyanın yatağına yaxınlaşdı. Həkim qızın üzərinə əyildi. Bir dəqiqə sonra başını qaldırıb qoca nəqqaşa dedi: "Gecişibdi daha artıq, uşaq keçinib." Qoca nəqqaş deməli həkim gələndə uşaq keçinmişdi. Qoca nəqqaş diksinib bir addım geri çəkildi, gözləri yaşla doldu. Dönüb pəncərə qarşısına getdi. Kiçik otağın şüşələri, qırıq pəncərə arxasında bütün çarxana onun gözləri qarşısında açıldı. Orada uşaqlar səssiz-səmirsiz dəzgahlar qarşısında oturdular. Bu gün onların heç birindən səs çıxmır, nəğmə oxumurdu. Onların hamısı başlarını aşağı dikmişdi. Qoca nəqqaş qəmli-qəmli onlara baxdı. Biraz əvvəl Sürəyyanın sayıqladığı sözləri xatırladı. İndi birdən-birə uşaqların hamısı ona günəş gözləyən solğun qönçələr kimi göründülər. O köksünü ötürdü, dedi: "Yox, bu cür davam edə bilməz. O gün gələcək. Günəş doğacaq, qönçələr açacaq. Bu da əsərin ideyası kimi qiymətləndirilə bilər." Əsərin təhlillə baxanda Firuz baba Sürəyya zülmün imtahanına çəkdiyi ağır zəhmət hesabına bir qarın çörəyi güclə qazanan obrazdılar. Cəmiyyətdə sosial ədalətsizliyi binəsibləri əzir, onları insan ömrü yaşamırlar, həyatları məşəqqətlər, əziyyətlərlə keçir. Hekayənin süjet xətti dramatik tərzdə inkişaf edir. Nə idi Firuz kişinin günahı, nə üçün balaca Sürəyyanın həyatı hələ qönçə ikən soldu? İnsanların belə ağır həyatı nə vaxt davam edəcək? Yazıcı əsərin sonunda bu kimi suallara nikbin cavab verir. Firuz yaşı ötsə də ağır zəhmətə qatlaşmağa məhkumdur. Zəhmətkeş qayğı keçirir, lakin nə qədər çox çalışsa da sabaha heç bir ümidi yoxdur. Çünki qazancı balaca ailənin ailə ehtiyaclarını ödəməyə belə çatmır. Nəvəsi ilə birlikdə nəm çəkən zirzəmidə ömürgün çürüdür. Firuz kişinin həyata yeganə ümidi Sürəyyadır. Nəvə baba hər ikisi işləməyə məcbur olsa da fəqət balaca ailə qarın dolusu yeməyə çörək, nə də zirzəmidə isinməyə odun tapa bilmirdilər. Gecələr soyuq idi. Nəvəsinin gözlərinə baxanda Firuz baba xəcalət çəkirdi. Nurəddin və Bahar əsərlərindən də qəhrəmanlarına da şamil edilə bilər bu xüsusiyyətlər. Firuz kişi ambarda yıxılır, həyata əlvida deyir. Həyatı üçün təhlükəli olan vəziyyətlə üz-üzə qalır. Atası işləmək üçün getmiş, bir daha qayıtmamış. Anası körpə ikən vəfat edir. Zirzəminin nəmişliyindən ayaqları şikəst olur. Babasının nağılları ona hər şeyi unutdurur. Xalça çarxanasında işləyən Sürəyya uşaqların yorğunluq üçün oxuduğu mahnılara qoşulmazdı. Çarxanadakı ən gözəl qızıl qönçə Sürəyya toxuyardı. Babası öləndən sonra iki ayaqdan şikəst olan Sürəyya həyatda yeganə ayaqdan da məhrum qalır. Çətin həyat onu əl tutacaq, dayaq duracaq kimsə yox idi. O müthiş gecədə, müthiş qorxulu, əcaib, sanki balaca qızcığaza qarşı amansız oldu. Soyuq qış gecəsində xalça çarxanasının qapısı ağzında köməkçisi qalan Sürəyyanın ağır vəziyyəti ifadə etmək üçün yazıq qızcığazı çıxılmaz vəziyyətə çatdırmaqla bərabər uşaq xarakterinin babasına sonsuz məhəbbəti var idi. Lakin gecə keçdiyini görərkən babasına qarşı bir küskünlük duyurdu. Qarlı gecədən səhərədək babasını gözləyə-gözləyə xalça çarxanası qarşısında qalan Sürəyya donaraq ölür. Yazının işlətdiyi təsir vasitələri bədiliyin artmasına əhəmiyyətli təsir edir. Donaraq ölməsini biz Bahar hekayəsində də görə bilərik və onunla eyniləşdirə bilərik. Biz gördük ki, Sürəyya artıq can verərkən babasını səsləyirdi, baba deyirdi, baba niyə gec gəldin? Baxın, bu da Bahar hekayəsindəndir. Baharda da deyir ki, soyuq onu kəsmişdi, tərpənmək istədi, sanki yerindən mıxlamamışdılar. Anasını xəyalına gətirdi, ay ana. Deməli, Baharda ana xəyala gəlirdi, amma Sürəyya isə babasını xəyalına gətirirdi. Bu qədər yoldaşlar, sağ olun, salamat qalın.